Əyləşlər xanım. Yığmışsın məni bunu boğazı. Bax xanım, əvvəla qulaq aslan mənə. Eşidirəm. Bax, mən bu əlindəki dəmirlə bu qarğaya 13 dəfə vuracam. Və 13 cində gəlib girəcək bu qarğının içinə. Başa düşdün? Başa düşdüm. Hə. Mən də bununla bərsləyib verəcəm sənə. Aparıb qoyarsan hacının başının altına. Gecələri bundakı cinlər hacıya rahatlıq verməzlər. Ta ki, hacı ikinci övrətini boşayana verir. Başa düşdün? Başa düşdüm. Amma xanım, əvvəla gərək duanın bir nəzri olsun ki, bu duara bir məhlə işə yarasın. Yox, nəzri olmasa bir məhlə işə Nə qədər nəzir lazımdır, deginən verim. Duan, xanım, nəzrin gərək kağız pul olsun ki, çünki mənim cinlərim və cinələrim hissə gümüş puldan qorxulur. Üç manat bəsdir. Biz sənə yenə pul verəcəm. Əgər ki, bu işi düzəltsən, tez ol həcin doyanacaq. İndi gözləri büyüyür, inşallah ki, düzələcək. Yox, nə gözləri ver? Sana nə cavab yazdım, Az behə, sənə tas qurduram var. Uşaq gecələr yatmır, Mirzəndə onun üçün çağırmışam. Az yolmazsa sənə boğacaq. Yaxşı mən adam üçün hazır bir dənələr mən dərmə salam baxar. Məsələn, qapının ağzında durub hamısını eşitmişəm. Neyləmişəm lan senin? Evini də eləmişəm ya, əlini əlindən Az almışam. kimin uşağının mayına oturursan sən? Hər kəs mənə dağı yazdırıb olur. Belə yazdırıram, əlimin içindən gəlir. Sonra... Sən görüm dünyada halk görməyəsən. 4 balan var, 4'ü də birində yiyorsun. Neyləmişəm? Az mənim 4 balamı, azarı, bezarı, sənin o istəkli qardaşımın canına. Sonra... Nə istəyirsən mənim qardaşımdan, hə? Mənim qardaşıma elədiyin qardaşların hamısı sənin uşaqlarının üstünə. Sən indi elə burada yollaram ki, bildin, əlimdən dalan olmaz. Bir ağac səni burada sürüyərəm, bildin ha? Hə, məni sürüyərsən. Bax, sən, az Dəxi mənim boğazımı canıma yıxdınız. Yıxdınız mənim boğazımı canıma. Allah da sizin boğazınızı canınıza yıxsın elə. Ay Pərvərdigar. Ya tezliklə məni öldür, canım qurtulsun bunların əlindən. Ya da elə bunları öldür, mən bir rahat nəfəs alım da. Sənə! Kes belə. Kes belə deyirəm sənə. Tez ol! Kes belə. Ver get! Sən də, yürü! Tez ol belə. Belə kes! Sənə bu... Belə demez. Haydi dur belə gel. Yürü belə gel. Dur burada. Burada dur. Bax deyirəm sizə. And olsun Allah'a getdiyim o beytə ki. Bir de sizin küçüləyiniz ola. Səsiniz gələ ha. Sizi öldürərəm bu tatarları, eşitirsiniz məni? Mən bilmiyordum, Daha ne edirsən? Kes səsini qulaq as. Bax deyirəm sizə. Birinizin pişiyi o birinizin evinə getməyəcək. And olsun Allah'a ki, dərinizi boğazınızdan çıxardaram. Eşitdiniz məni? Dəqiq qolum qoşu, zara gəlib əlinizdən. İtin gözümü qabağından. Cəhənnəm ol! Cəhənnəm ol! Rədd ol! Rədd ol! Lənətə gəlmişlər. Toxumunuz kəsilsin elə. Öz aramızı deyəsən, belə arvatlarını da var bizim bu aləmimizdə, yəni.
Sən o kişi başı. Vallah bilmirəm, dünyada nə günah eləmişəm ki, Allah məni bu odunun, alovun içinə salıb, qohum qardaşdan, dostdan şərməndə eləyib qoyub o tərəfə. Bir gün evə bir qonaq gəlir, kişiyə deyirsən ki, ay kişi, evə qonağım gələcək. Deyir ki, Allah qonağıma da lənət eləsin, sənə də. Deyir, məni siz dağıtdınız. Yalansa Allah elə səni dağıtsın, bundan da pis günə düşəsən. Kişi başına kül olmuş, kişi demək olarsan. Sənə gəldiyim günə daşla Ay Allah gələm oğlum, nə öz özünə danışsın, hə? Heç nə danışacam, öz günümü ağlayıram da. Ay bala, gəl sənin işi belədir də, bizdən deyil ki. Bir vaxt var idi, yaxşı pulumuz var idi. Yaxşı malımız da, çörəyimiz də. İndi Allah şeytana lənət eləsin. Çərxi tərsinə döndü, düşdü kasıb oldu. Allah özü bilən məsləhətdir. Sən tək ki Allaha şükür elə. Nə bilirsən, hə? Bəlkə əlimizə gələcəkdir, yenə pul düşdü. Allah özü kərimdir. Allah kərimdir, Allah kərimdir, Allah kərimdir. Ay kişi, mən də bilirəm, Allah kərimdir. Sən Allahın kərimliyinə danışmaqla Allah kərimliyinə düşməyəcək. Bir 2 manat ver, bacılığım gələcək bu günlərim. Bir şey alım da, nə şifat edirsən? Lənət sənə çox şeytan. Lənət sənə çox şeytan. Ay ərvad, sən axı görürsən ki, mən yıxılıb tərc olmuşam, hə? Görürsən ki, nə gündəyəm? Tanrının bir tikə çörəyini də tapmıram yeməyə. Ay, bir insafın qızı, bir insaf. Mənə, istər yağan çörəkli, istər ac qal. Arvad almışsan, qeydinə qal. Borcun neydi, almazdım. Mənim dünyada elə evimi arvad yıxmadı, hə? Arvad yıxmadı elə. Nədir? Nə baxsan? Dur get, gör yeməyə nə var? Tez ol, get. İstəmirsən, kəbinim halan özüm azad. Gedim atam evində 1-2 qismət çörək yiyim. Yaş, boş danışma. Get gör nə var yeməyə, sübdən azad, tez ol. Nə var? Nə gətirim? Axşamdan qalan pendir çörəkli gətirib zoqqumdan. Get, tez ol. Sənə gəldiyim günə daş şey, kişi qoydu. Ancaq özünə çörək istə. Ancaq özün üçün istə. Niyə? Ancaq sən varsan axı buna görə. Səhərlər. Ay Pərverdican, bəndəni nəyə macuna salanmışsan? Bir vaxt var idi, mənim yemək çörəyim, pulum həddən aşmışdı. Bir adam yox idi ki, gəlib burada mənim çörəyimi yeməmiş olsun. Amma indi sənə şükür, ay Allah, məni pendir çörək ümidinə qoyubsan. Dost, aşna, bir mərrə, hamısı qaçıb daxıl. Sən gör bir fələyin çərxinə bax ki, dünən gedirəm Hacı Vəlinin evinə, qədimdən aşnadı da dostum. Üstədən keçirəm, görürəm oturub, həyətdə namaz qılar. Gedib qanunu deyirəm, soruşuram ki, Hacı Vəli evdədir, deyirlər yox. Ay dünya, bu həmən Hacı Vəlidir ki, bir tikə çörəyi o mənlə, mən ondan ayrı yeməzdik. Görək. Qədimdən küçədən keçəndə hər kəs məni görsəydi, başa yerdi, tənzim eləyərdi. Amma indi heç salam da vermirlər. Güya məni heç tanımırlar da. Axı mənim nəyimə lazım idi ki, arvad ki, axırımda belə olsun. Axı mənim nəyimə lazım idi ki, arvad ki, axırımda belə olur, hə? Belə olsun.
İndi bir ev əvəzinə 2 ev saxlayıram. Bir gün birinin qanağı gəlir, səhərsi gün o birisinin. Birini paltararsan, səhərsi gün deyir o birisi, mənə nə al? Ha! Allah ya məni öldürsün, ya da elə bunları. Salamay Hacı Mehdi. Salamay qardaş. Nə tərsən Hacı? Sağ ol, Ələsiyə, xoş gəlmişsən. Geç. Hacı Mehdi, bu nə işli gəlir sənin başına? Bir tikə çörəyin vardı, tökdün o itlərin boğazına. İndi özün itdən betər yaşayırsan. Əşi, sənə də bir söz demək olmur, yoxsa cinin tutur. Ələsiyə, qardaş, bəricə. Vallah, nə deyirsənsə düz deyirsən. Bundan sonra mənim başımı da kəssən, səsimi çıxardan deyiləm qardaş. Gömrə qardaş, əyləş görməyəm. Bax qardaş, mən indi qəssab nəbinin yanına gəldim. Bir gözlə də. Daha doğrusu qəssab nəbi mənim yanıma gəlmişdi. Ha, nə deyir ki? Valla qəssab nəbi çox yaxşı bir söz deyir. Nə deyir? Deyir ki, onsuz bu Hacı Mehdinin imkan əvvəlki kimi deyil. Özü bir tikə çörəyi tapıb yeyə bilmir. Mənim qızım da orada yaxşı gün görür. Ha. Gəl o qızım, talağın geri oxutdura, çıxsın bu iş qutarsın, geçsin ayrı. Ha, Ələsiyə, ha, sən nə danışsın ha kişi? Ha, sən danışdığını bilirsən nə deyirsən? Hə? Sən bilirsən nə deyirsən? Hə? İndiki zamanədə arvad boşamaq elə bilirsən, asandır. Saxlamaq asan. Ha, yox, Ələsiyə. Heç cürə mümkün deyil bu iş. Heç cürə mümkün deyil. Ay qardaş, dayı bu işə bir qoy qutarsın, geçsin, belə olmaz. O bir həyənin etdirə bu evdə. Yaxşı fikirləş. Gözlə. Amma nəyə gözləyək da? Ay, nə oldu? Qəssabla məni gözləyir, bir qərara gəl. Ələsiyə. Hə. Ələsiyə, hərçənd mən bu işə razı olmasam. Amma özün də görürsən ki, mən kasıblığımda günə düşmüşəm. Tanrının bir pendir çörəyin gücünə tapıram yeməyə. Haqlısan. Mən səni özümə vəkil eləyirəm. Get o qəssab nəbin yanına, o bir həyanı mənim başımdan rədd edəcəksin. Şükür bu da yoldan gəldi. Yaxşı, mən bu dəqiqə gedirəm, qəssab sən məni gözləyir. Get, Gedim gəldim. Qurban olum sən, get. Ha, Hə, bəli. sənin bacı harda? Deyə otaqda. Şükür sənə ilahi, şükür sənə. Deyirəm, Ələsiyə geçsin, bu bir həyanı başımdan eləsin. İndi, ay Allah, hərçənd kasıb olmuşam, heç eybi yoxdur. Amma əlimə daşdan yumuşaq hər nə gəldi, yiyib sənə şükür eləyərəm, ilahi. Çox şükür sənə, çox şükür. Gəl sənin bacı, gəl keç dur burada. Ay Zay qardaş, gəl bura, gəl dur burada. Keç sən də burada. Bax ay sənə, bu sənin ərin, sən də onun arvadı. Bugündən bir tikə çörəyinizi yeyirsiniz, Allahınıza şükür edirsiniz. Bu evdən bu dava-dalaşlar hamısı da bir dəfəlik yox olur. Mən də gedirəm o bir həyəni, bir dəfəlik bu evdən yox eləməyə. Necə rədd edeyim? Hə, sənin xəbərin yoxdur? Yox. Deməli belə, bu günləri qəssab nəbi mənim yanıma gəlmişdi. Qəssab nəbi qızının talağını geri oxutdurmaq istəyir. Çox gözəl bir işdir bu. Mən də gəldim, qardaşımla məsləhət elədim. Düzdür, bilmirsən həcini, biraz razı oldum, onu da yoluna gətirmişəm. İndi qəssab nəbi məni gözləyir. Dedim mən onun talağını geri oxutdurum, sizlərlə də verib, baş-başa verir yaşayın da. Bundan gözəl gün. Get, Yaxşı, gedin, gözləyim. Ələsiyə. Ayca. Bərəcə. Qardaş, mən sənin qədrini hələ indiyədək bilməmişəm. İndi bildim ki, sən məni çox istəyirmişsən. Allah səndən razı olsun, necə ki mən səndən razı oldum. Qardaş, Allah səndən razı olsun. Bax qardaş, çalış bu gündən sonra ağlını uduzma. Bir dəfə yedin qəzətin, gördün ləzzəti. Gördüm qardaş, gördüm başını. Nəysə, mən gedim baxmıyorum. Yer o bir həyəni başından eləyəcəksin. Yer. Ay kişi, İndi ki, sənə söz deyəcəm. Bu yaxamın qızılları, bu qırım qızılım. Hərçənd ki, görürdüm sən körlük çəkirsən, mən də öz qədrimi bilən adamam. Görürdüm birin, ikinci arvadın qızıl gümüş içində gəzir, mən də gəzirdim. İndi ki, sən onu başdan elədin, al bu qızıllarım, hamısı sənə qurban olsun. Apar saat, özünə bir dükkan aç. Biz də rahat çörəyimizi yeyək. Sənə, mən sənin qədrini hələ indiyədək bilməmişəm. Çox sağ ol, Allah səndən razı olsun. Ay kişi, bilirəm səndə günah yoxdur. Allah şeytana, şeytan sifətlərə lənət eləsin. Amin, Amin. amin inşallah. Yenə də bağışla mən sənə.
Bağışla. Allah bağışlasın kişi. Gedək. Olan olub, keçən keçib. Gedək. Sağ ol, sağ ol. Yar gerek yarın heydine, qala yalvara yalvara, həndən inciş könlü, ala yalvara yalvara. Hamı deyər ay milləsə, sevgi gərək sevən kəsə, qalın bizə